Başqa bir xüsusi xidmət orqanında işləyən bu biqeyrət binamuz, bu Əbdülvahab Tumundan əmələ gəlmə, bu radikal, müxalifətçi, Əbülfəz Elçibəyçi, bu xiyarın qurduğu başqa bir oyun. Çox sadə bir oyun. Deməli 2011-ci ildə mən qayıtmışam Murovdan, hərbi xidmətdən. 2012-ci ildir. Mənim atəşkəs sığorta şirkətinə istiqamətləndirən də bunlar olublar. Və atəşkəs sığorta şirkətindən Ağabarov Emini də bir şpion kimi yanıma yerləşdirən də bu şəxslər idilər. Deməli başqa bir oyun. O vaxt nə eləmişlər? Faiq Ağayev var. Bizim bu məşhur müğənnimiz var. Baxaq ona, Faiq Ağayev. Çıxmalıdır. Kartinki. Вот. Bizim məşhur müğənnimiz, sevimli, dəyərli xalq artistimiz Faiq müəllim. Mən də çox bəyənirəm, sevirəm, mahnılarını sevə-sevə qulaq asıram. Amma ki, məhz Faiq Ağayev bu şəxslərin əlbirdir. Çox sadə, necə? Deməli, Kubinkada yaşayan, Kubinka arasında yaşayan, özünü avtoritet hesab edən və kriminal aləmdə belə bir deyim var, özlərinə bespiti deyirlər. Yəni ki, bunlar bugünün sabahın güya ki, oğrularıdırlar da, lotlarıdırlar. Bilmirəm, indi bu bespitidir, bez bozbaşdır, bez dolmadır, nə bilim, bez xaşdır, nə zibildir. Belə bir abadında avtoritet var. Media nəzarətdə işləyən bizim bu Üzdəniraq Vahabi xüsusi xidmətdə əlbir oldu Faiqlə, bunun axranası ilə və Kubinkadakı Abu ilə mənə tələ qura bilib oyuna salsınlar deyə. Və həmən qurduğu oyunun nəticəsi belə, güya ki, Faiq müəllimi, bizim dəyərli xalq artistimiz Faiq Ağayevi bıçaqlayıblar. Bunu kimin əlinə eləmişdi? İlqarın əli ilə. Həmin bu Rəsulzadə qəsəbəsində yaşayan, özünü avtoritet hesab edən İlqarın əli ilə. İlqarın oğlunun adı Turaldır. Tural da öz kurs yoldaşlarıyla əlbir oldu. Ayusta şirkəti yaratdılar ki, qeyri rəsmi, yəni hətta belə deyim də, var olmayan müştəri kimi gəlmə versinlər. İnsan alveri ilə məşğul olan pozğun qadınlar da var idi. Hansı məqsədlər vardı burada mən bilmirəm. Təbii ki, bu Faiq Ağayevin bıçaqlanma epizodu mənim hələ yadımda elə bir şey ümumiyyətlə olmayıb. Nəsə bir tələyə salmaq istədilər, nə eləmək istədilər, mən o vaxtı biraz ayıldım, bu vəziyyətdən uzaqlaşdım. Deməli, bu İlqar 11-ci cəzaçəkmə müəssisəsində dəfələrlə olan və bundan əvvəl də keçən il 2025-ci ildə Rəsulzadə qəsəbəsində məni evə yerləşdirib, xüsusi xidmət orqanı rüşvət ala bilsin deyə İlqardan. Orada zaurdan istifadə edilər, İlqarla bir yerdə cəzaçəkmə müəssisəsində olublar, eyni türmədə olublar. Və hələ də bunların rüşvət planı gedir, ərazini də göstərmişəm mən sizə. Deməli, həmən bu İlqar, cəzaçəkmə müəssisəsində olanda bunun ləqəbi olub İlqarə. Özü də sintezator ifadəsi olub. Sintezator İlqarə çağırıblar bu adamı. Və Agün Kazımovanın keçmiş həyat yoldaşı olduğuna görə şou bizneslə çox sıx və yaxın münasibətləri var. Və İrandan gələn narkotik dövriyyəsini də məhz həmən İlqar şou biznes əhlinə bir növ belə deyək də, mən hesab edirəm ki, artıq bir növ dastavka eləməklə məşğuldur. Mən İlqarı belə tanıyıram. Bundan əvvəl də həmin o İlqarədən daha doğrusu, çünki bu adamın ləqəbi İlqarədir. Bunun ailə, həyat yoldaşları məni günahsız yerə həbs eləmişdilər. Bundan əvvəl də qeyd elədiyim kimi Bakı Dəmir Yolu binasından istifadə eləmişlər qondarma bir idarə yaratmaq üçün. İdarənin adını qoymuşlar Ağır Cinayətlər İstintaq məntəqəsi ilə belə bir şeydir. Orxan Babayev idi orada olan. Mənim heç bir günahım yox idi həqiqətən də. Düzdür, mənim ailəmin burada böyük bir günahı var, bunu mən bilirəm, amma mən ailə günahımı öz öhdəçiliyimə götürərək evimi satdım, öhdəçiliyi ödədim. Halbuki mənim evimin satılmağı da bu şəxslərin bir qurduğu çirkin oyunun bir planı olub. Bu təxribatçı qüvvələr Azərbaycan dövlət daxilində törətdiyi bütün cinayətləri xaricdə əlbir olduğu şəxslərin əlin edirdilər. Buna aiddir Amerika, bura aiddir İran, narkotik gətirdilər. Kiber cinayətkarlıqlara aiddir, deməli, Ukrayna, Türkiyə və Rusiya. Və hələ də mənim sosial şəbəkələrim bu erməni tumundan əmələ gəlmişlər tərəfindən idarə olunmaqdadır. Çoxsaylı cinayətləri var. Həddindən az çoxdur bu adamların cinayətləri. Narkotik dövriyyəsi, kiber cinayətkarlıq, silah, Azərbaycanda kriminal inkişaf, Azərbaycanda kriminalın inkişafı və s. axır. Və hələ də 2011-ci il, indi artıq 2026-cı ildir. Bu adamlar hələ də məndən əl çəkməyiblər. Bu yaxınlarda mən kontakta daxil oldum. Vkontaktəyə daxil oldum.
Elə belə. VKontakte daxil olanda iqra bölməsindən belə bir şey var da. Deməli, Telu iznakomsiya belə bir şeylər var. Vaxt öldürmək üçün. Hətta mən ora daxil olanda bu cinayətkar dəstənin əsas və aktiv üzvü mənə verdiyi öz məlumatlarına əsasən, hansı ki 14 yaşından başlayaraq atası tərəfindən dəfələrlə zorlanılıb, seksual istismara məruz qalıb. Hələ də mən hara girirəmsə ora girir, məni narahat eləyir. Rahat iqravı oyna, narahat olma, mən sənin qonşunam. Çünki mənim hal-hazırda bu evdə yerləşdirməm də məlumatı var. Yəni hal-hazırda bütün hüquq mühafizə orqanları kimlərin tərəfini saxlayır? Başda xüsusi xidmət orqanı olmaqla tərəfkeşliyi ilə kimlərin? Cinayətkarların. Konkret rüşvətini oturdururlar. 102-yə dəfələrlə zəng eləmişəm. 102 Mirqafar Seyidovun rüşvətini oturdurur. Bütün şahidlərin birbaşa istiqamətlənir 35-ci polis bölməsinə. Heç bir tədbir görülməyib. Hamısı da azadlıqdadır. İlqar azadlıqda, Zaur azadlıqda. Hamı azadlıqdadır ya. Bütün internet provayderlarım, IP ünvanlar idarə olunur ki, mən heç bir orqana şikayət eləməyim. Niyə? Mənim şərəf və ləyaqətini itirən atam, o biqeyrət atam həbs olunmasın deyə. Azərpoçta getməyin heç bir, nə qədər pul vermişəm Azərpoçtlara mən. Nə qədər telegramlara pul vermişəm, Vilayət Evuzov telegram pul vermişəm. Peşə 119-dan peşə nə bilim, başqa bir peşəyə göndərilir. Mənim buradan telegram vururam, buradan göndərilir başqa bir şeyə. Mənim şəxsi azadlığım mənim əlimdən alınıb. Niyə? Xeyr ola. Hansısa atası tərəfindən zorlanmış fahişə həbs olunmasın deyə. Hansısa Alatavada yaşayan bir vahabi dəhşətli bir mənzərə deyir. Əslində xüsusi xidmət orqanı əməkdaşları və hüquq mühafizə orqanı əməkdaşları müxalifət və müxalifətçilərlə mübarizə aparmaq əvəzinə xüsusi xidmət orqanı əməkdaşı özü vahabilərin başında duran bir şeydir. Və mən şəhərə çıxıb günü-gündən artan vahabiləri görəndə ona görə mən artıq təəccüblənmirəm. Niyə? Çünki vahabiləri çoxaldan elə xüsusi xidmətin əməkdaşıdır. Kəmaləddin Heydarovun oğludur. Hansı ki öz vahabi qardaşına rüşvət almaqda kömək elədi. Elgünün əli ilə, Cəlalın əli ilə. Niyə? Bu həmin Elgünün nömrəsini Elgün Somda. Hani bu Somda. Bu nömrə. Yenə istifadə elədi Elgündən. Sərhəd qoşunları komandanından İrandan Azərbaycana gətirilən narkotik dövriyyəsinin rüşvətini almaq üçün bundan istifadə elədi Elgündən. Yəni bu bir insanın nə qədər sifəti olar? Məni tutturmağı bəs deyil. Xüsusi xidmət orqanında vahabilik eləməyi, müxalifətin tərəfdarında durmağı bəs deyil. Hələ öz rəhbərliyini aldatmaq üçün Elgündən istifadə elədi. Güya mən narkotiklə bağlı gəlmişəm şeyə, Dövlət Təhlükəsizlik Xidmətinə. Amma halbuki mənə tuturan Dövlət Təhlükəsizlik Xidməti olubdu o vaxtı. Elgünlə də mənə tanış eləyən kim oldu? Bizim bu vahabi, yenə bu Cəlal. Bu da onun nömrəsi. Birbaşa olaraq bu da vahabidir. Müseyib bunun qardaşıdır. Və həmən Ayad Cəlal da ki, şeydə rüşvət planında istifadə edəndə bu Sahir adında bir şəxs var. Evinin qohumları, onun qohumlarıdırlar ki, birbaşa köməkli və dəstək göstərdilər ki, Dövlət Təhlükəsizlik Xidməti sərhəd qoşunları komandanından rüşvət alsınlar. Yəni məsələ budur. Bir qrup show biznesin vəziyyətinə baxanlar mı deyək bunlara, bu alçaqlar mı deyək, təxribatçılar mı deyək, analarından, bacılarından bir xəbərsizlər ölkədə at oynadırlar. Vətəndaşın bütün mənim məlumatlarım hamısı idarə olunur. Girək WhatsApp-a. WhatsApp-da gördüyünüz adamlar var ha. Hamısı ya, hamısı. Sözün əsl mənasında təlimatlanıb. Sözün əsl mənasında ya. Bir nəfərlə mən sərbəst əlaqə saxlayan bilmərəm. Bir nəfərlə ha. Kimə yazsam, kimə yazsam. Hamısı TTX və Bandattel tərəfindən təlimatlar görüblər. Ən çox da bizim bu xüsusi xidmət orqanında oturan bu alatavalı bir qeyrət tərəfindən. Özü bir, bu nə həyasızlıqdır, bu nə binamusluqdur, bu nə şərəfsizlikdir. Sənin mənim ətrafımdan nə işin var? Həyasız lətər, bu iki cinayətçilərdən biri. Hələ də Əhmədov Şəfi, Ayaz və s. ilaxır bu Azar və digər sosial şəbəkələr var. Mən analiz eləmək üçün bir tanışlıq, znakomство saytlarından istifadə elədim ki, analiz edim, nəzarətdəyəm yoxsa yox. Gördüyüm yeri nəzarətdəyəm. Gördüyüm bütün tanışlıq saytlarında olan insanlar ancaq tapşırılmış
qabaqcadan planlı şəkildə qurulmuş oyun əsnasında hamısı yetişdirilmiş insanlardır qadınlar. Hamısı ya, hamısı. Niyə? Birdən bu Praşmantovka rəna, Praşmantovkavız həbsə gedər deyə. Hal-hazırda mən Google-dan istifadə edə bilmirəm. Mən ümumiyyətlə istifadə eləmirəm. Google dayanmadan hər hansı bir oyun oynayanda, iqra oynayanda reklam göndərmir. Həmən reklamları da bu erməni tumundan əmələ gəlmişlər idarə edirlər. Niyə? Virtual azadlığım yox, şəxsi azadlığım yox. Heç bir nəfərdən izahat alınmayıb. Bir nəfərdən izahat alınmayıb. Özünü avtoritet sayan Abu azadlıqda, Lotu Yunus azadlıqda, potom özünü avtoritet hesab edən İlqarə azadlıqda. Hamısı azadlıqdadır. Övladları azad. Sumqayıt Arif, Cibgirdi güya bu. Azadlıqda. Bir nəfər həbs olunmayıb. Məni qoyduq bir kənara da. Mən getdim Göyçaya. Törətmədiyim cinayətin hamısını götürdüm boynuma. Dedim, qardaş, belə mən eləmişəm. Müstəntiqin Allah canını sağ eləsin, çox gözəl insan idi. Hiss olunur ki, o insanda Azərbaycan polisinin qeyrəti var idi o müstəntiqdə. Göyçaydakı müstəntiqdə. Evimi satdım, söhbəti bağladım. Və daha sonra Abdulov Ülviyyənin əli ilə apardılar məni tutturmaq üçün qondarma bir idarə yaratdılar. Abdulov Ülviyyə mənim bacılığım düşür də. Allah onu da bəla bilirəm, dələduzdur, onun yeri həqiqətən türmədir. Amma bu mənim günahım deyil axı. Universitetdə sənət verirdim mən, Ukraynaya. İndi öz təhsilimi artırmaq istəyirəm də, burada nə problem var ki? Kimlərsə fahişə analarının, bir qeyrət saçına kraska qoyan atalarının vəzifəsinin şotuna gedirlər, vəzifəyə çıxırlar. Mən bunu bacarmıram da, mən oxumaq istəyirdim. Sərbəst yaşamaq istəyirdim. Bunun da qabağını aldınız. Mənə stop qoydu Orxan Babayev. O yalancı qondarma idarədə özünü prokuror kimi qələmə verən. Oxumağa da qoymadılar. 2026-cı ildir hələ də məndən əl çəkmirlər, ha kişi. Heç ara mən şikayət edirəm. Birdən Kənan Hacıyevin, o bir qeyrətin, Daxili İşlər Nazirliyində oturan bir qeyrət atası işdən çıxa bilər axı. 2021-ci ildə mən banditizm içində olmuşam. Kənan atasını gətirib oturtdurubar ola, Hacıyevin atasını. Şöbə rəis kimi qələmə verirdilər. Və atası, o bir qeyrət, binamus, alçaq, arvadı fahişə. 2025-ci ildə Acay adlı polisin əli ilə mənim evimi yandırır Qusarda. Evindəkilərini yəyli eləyənmir. Evindəki törətdiyi övladının səhvini düzəltmək əvəzinə, səhvlərini eləmək əvəzinə ki, tərbiyə vermək əvəzinə ki, bala belə şeylər eləmək olmaz, qadağandır, qanunun ziddir, dövlətə xəyanətdir, xaricə məlumat ötürmək olmaz. Belə şeylər etməyin. Onun əvəzinə 2021-də o bir qeyrət Hacıyevin bir qeyrət atası üzdən İraq. Məni dəlixanaya bastı 6 ay. Mənə verilməyən iynə dərman qalmadı ki, yaddaşım etsin. Amma danışanda hamı şeydən danışır da. Bunların hamısı oğru, bunların hamısı biləcək. Avtoritet, Azərbaycanın mafiyasıdır indi bunlar güya. Oyun qururlar. Hamısının arvadı məlum yolun yolçusu. Buna sübutlarım da var. Məhəmməd Paşazadə şeyxin o oğlu, Bariqa, İrandan mal gətirən. Arvadı klublar gözəlçəsi, klubda tanış olublar. Əl-Hüseyin Salahzadə, anası keçmiş prokurorun arvadı olub. Atası Alfonsdur, puluna görə alıb. Qalib Salahzadənin arvadından bu dəqiqə söhbət gedir. Xüsusi xidmətdə oturan Vahabi. Arvadı bilinmir, Kəmaləddin Heydarovun oğlu ilə gəzir, Qurban Qurbanovla gəzir. Dövlət qalıb bir qırağa Vahabili ilə məşğuldur. Qonşusu Fikrət ondan 5 betər. Kənan Hacıyev hələ də Batsı 69. Xarici vətəndaşla torba tikir. İnternetdən mən istifadə eləməli deyiləm də, belə çıxır. Şəhərə gedən mərəm meçarda, istifadə eləyən mərəm. Birdən dövlətinə, millətinə, xalqına xəyanət eləyən bir qrup erməni pozğununun balası həbsə gedər deyə. Qoyduq qanunu bir qırağa. Bir dənə bir qeyrət, bir dənə bir namus. 10 nəfər demirəm ha, 20 nəfər də demirəm. Bir nəfər General Mayor Rızayevin qəbuluna girib törətdiyi cinayətləri boynuna götürmədi. Bir nəfər demədi ki, mən eləmişəm. Bir nəfəri ancaq oyun, fırıldaq, saxta sənədlər, ona buna şər böhtan atmaqlar, özü öz rəislərinə şər atırdılar, böhtan atırdılar. Cənab Nazir General Polkovnik Vilayət Eyvazova nə qədər şər böhtan atılıb? Hələ də oyunlar qururlar bunlar, senari, cinayət epizodlarını azaldırlar.
Dəmir yol vağzalının rəisi işində azad olunmayıb. Orxan Babayev işi olunmayıb. Qalib Salasadə hələ də heç izahat almayıblar adamla. Digər deputatlar, Qalib Salası əlbir olanlar, bir nəfərdən izahat alınmayıb, kişi. Bir nəfər cəzaçəkmə müəssisəsinə ayağını qoymayıb. Çünki indi bunlar öz aləmlərində Azərbaycanın avtoritetləridirlər də. Azərbaycanın kriminalını bunlar həll edirlər də. Narkotik dövriyyəsidir, filanlı bəsmiş. Mafiyadılar da indi bunlar güya. Azərbaycanın mafiyozları. Bunların analarının əziyyətləri özlərindən çox olub. Digər qarşı tərəf kişilərin yanında. Öz övladlarını işə düzəldənə qədər. Bir dənə binamuz törətdiyi cinayəti boynuna götürmədi. Bir dənə bir qeyrət demədi ki, bəli, mən eləmişəm, cəmaatdan əl çəkin, nə lazımsa mən gələrəm, cəzamı çəkərəm. 102-nin rəisi rüşvətçisində. Aydın Şəfxanlı insan hüquqlarından rüşvət içərisində. Amma danışanda hamı şeydən danışır. Kişi həyatı, oğlanlıq belə gəldi, kişilik belə getdi, nə bilim, filan şey belə gəldi. Razıyam, mən nakişiyəm, mən oğraşın, alçağın, şərəfsizin, ləyaqətsisin. Dünyanın ən pis insanıyam mən. Məndən pis o tərəfi insan yoxdur. Siz kişi olun da la. Sizlər qeyrətiniz olsun da. Sizin namusunuz olsun da. Mən ki əlimdə bayraq eləmirəm, nə bilim, oğru həyatı, avtoritet belə gəldi, filan kəs belə getdi. Onu deyən sizlərsiniz də. İlqarı, Bəhəddini, nə bilim, Kubinkada qalan Abusu. Siz deyirsiniz də, özünüzə bez piti, bez borc başsız siz, bez dolmasız nəzi bilsiz. Bunu mən demirəm ki. Hətta qeyrətiniz olsun, bir nəfər geçsin Əbülfət Rızayevin qəbuluna, çünki mən eləmişəm. Baba, çirkin oyunların arxasında mən dayanmışam. Kim eləyir bunu? Bir dənə bir qeyrət bunu boynuna almır. Çoxsu gizlənib pozğun analarının yubqasının altında. Çoxsu gizlənib orada burada General Rızayevə şəhər böhtan atmaqla məşğuldular. Saxta sənəd düzəltməklə məşğulsuz. Bir dənə bir qeyrət, bir dənə bir namus işi götürmür boynuna. Amma danışanda hamısı oğru, avtoritet, nə bilim, Azərbaycanda vəziyyətə baxırlar. Faizə pul buraxırlar, nəsə bilir, insan alveri ilə məşğuldular. Amma danışanda hamısı bunların kişidir də, bunlar hamısı dəhşətli kişilik simvollarıdırlar bunların hamısı. Oğru avtoritetdirlər, apas adamdılar. Bir nəfərin qeyrəti olmadığı girsin Rızayevin qəbuluna ki, belə olub vəziyyət. Bəli, mən törətmişəm bu cinayətləri. Mən vəzifəmdən sui-istifadə eləmişəm. Olsun Bandatdelidə oturan, olsun Daxili İşlər Nazirliyində oturan, olsun xüsusi xidmətdə oturan. Bir nəfər rəhbərliyi qarşısında cinayətləri boynuna almadı. Mərd-mərdanə. Hardadır mərdlik? Hardadır kişilik? Mən yenə deyirəm, vurğuluyuram, mənim kimi şərəfsiz, ləyaq, alçaq yer üzündə yoxdur. Mən dünyanın ən pis insanıyam. Siz qeyrətdən dəm vurur, siz qeyrətli olun da la. Siz niyə qeyrətli olmursunuz ki? Siz niyə namussuz olsun? Sizin namussuz olsun da. Ancaq cinayət epizodlarının itirilməsi ilə məşğulsuz. Ancaq cinayət izlərinin itirilməsi ilə məşğulsuz. Giz-giz, axmaq-axmaq adını qoymuşsuz. Manipulyasiya oyunla məşğulsuz. Cinayət törədəndə yaxşıdır. Üzə çıxanda amma qaçıb analarınızın yubqasının altında gizlənirsiniz. Analarınızın hicabının altında gizlənirsiniz. Sonra da deyirsiniz ki, biz oğruyuq, lotuyuq, nə bilim, avtoritetik. Və hər dəfəsində günahı problemləri şeydə axtarırsınız, dövlətdə görürsünüz. Problem əslində özünüzdədir. Və özünüz pis ola biləsiniz deyə, özünüz rahat pislik eləyə biləsiniz deyə başqalarında pislik axtarırsınız. Ailələrimizin verdiyi tərbiyə budur da. Pozğundan da pozğun əmələ gələcək də. Pul müqabilində qurulan ailənin övladından mən artıq bir şey də gözləyə bilmərəm. Namus yox, qeyrət yox, vicdan yox, mərdlik yox. Ancaq fırıldaq, ancaq maşenliklik, dərəcüzlük. Ancaq avantüristlik. Başqa da bir şey mən görmürəm. Müşahidə eləmirəm. Hələ də nazirdən, general polkovnik Vilayət Eyvazovdan bütün həqiqətləri gizlədirsiniz. Amma danışanda ağzınıza çullu dovşan sığmır. Qeyrət belə gəldi, namus belə getdi, nə bilim nə.